Herkese selamlar dostlar. Bugün sizinle birlikte bugün yeni bir PUBG videosuyla sizin karşınızdayım. Bugün başlıktan da bildiğimiz gibi hassasiyet, jiroskop, kontroller, toplama, nişanga, efektler, grafikler hamısı bu videodadır. Dostlar bu verdiğim kontrolleri, hassasiyetleri, grafikleri, toplamaları, her şeyi jiroskopu zaten eləsəz yenilmez olacaksınız. Dostlar bununla ben iki haftada 20 seviyeden 30 seviyeye geldim bu hassasiyetlerle. Gelin size o hassasiyetleri göstereyim. Dostlar geldik. Bak nişan alırken kamera dönüşü bu çok önemlidir. Bunu bağlayayım. Sonra yan nişan qap butonunu dürbün değiştirmek için dokun eləyim. Dikiz ayarları əlbəttə açıqdır. Eğil, dürbün açıq, kapat eləyin. Eğilirkən kamera dönüşünü kapatın. Bəli. İndi grafiklər. Mən indi 60 FPS-əm dostlar. Burada özəlləşdirə eləyirsiniz. Savaş, akıcı eləyirsiniz grafikləri. Kare hızını aşırı. Stili renkli də eləyə bilərsiniz, yumuşaq da. Amma mən renkli ilə eləyirəm. Renk körü modunu Trantopini eləyəcəksiniz. Tritonapini. Parlaklığı full eləyin 150 ve standart dışı ekranlarda mevcut 50 eləyin 50. Bütün özelləşdirdə mən 2 barmaq oynayıram dostlar. Belədir. Siz 4 barmaq oynayırsınız amma mən özəlləşdir. Baxın burada lens hassasiyetdə 3 şahıs dürbünsüz 125'dir. Işını nişan bəzilərimizdə bu yoxdur amma bəzilərdə var. Işını nişan mütləq 120. Lazer holografik demir və yan nişan 90. 3x dürbün Win 94 40. 6x dürbün 30. Bir şahıs dürbünsüz 140. 5'ene nişan 120. 2x dürbün 40. 4x dürbün VSS 35. 8x dürbün ise 20. Deyəcəksiniz ki bu ayarların hamısı kimdəndir? Bu ayarların hamısı məndə aləmdə Sekodandır. Dostlar 3 şahıs dürbünsüzü 122. Işını nişan bir dakika. Işını nişan 120 bu da. Başını nişan da 120. Lazer holografik onlar da 124. 3x dürbün Win 94 247. 6x dürbün 9. Bir şahıs dürbünsüz 88. 2x dürbün 70. 4x dürbün VSS 28. 8x dürbün 13. 3 şahıs karakter araç 120. Hamısı 120 dostlar. Bir şahıs karakter de 120. Kamera paraşüt de 120. Belə. İndi gələk jiroskopa. Jiroskop məndə daima açıqdır. Kapalı eləsəz pis oynayarsınız. Dostlar jiroskoplarda 3 şahıs dürbünsüz 260 eləyin. Işını nişanlı 120. 5'ene nişanlı 120. Lazer holografiki 294 mütləq. 3x dürbün Win 94'ü 300. 6x dürbün ise 130 eləyin. Bir şahıs dürbünsüzü 280. 2x dürbünü 276. 4x dürbün VSS'ni 135. 8x dürbünü ise 42 eləyin. Jiroskop ateş etme hassasiyetleri dostlar bu çok önemlidir. 3 şahıs dürbünsüzden niye Allah bir dakika dostlar bura 120 eləyəcəm ben. Çünkü bakın her yerde bu 120 olmalıdır. Dostlar indi gəlin. Burada lazer holografik demir nişan yangaq 400. 3x dürbün Win 94 400. 6x dürbün 113. Bir şahıs dürbünsüz 300. 4x dürbün de 300. 4x dürbün VSS 222. 8x dürbün 187. Toplamada da dostlar deməyimə gərək yoxdur. Burada eləyin. Baxın.
Belə. Nişangah və effektlərdə qırmızı da eləyə bilərsiniz, ağ da, bir də qara da. Amma mən qara eləyirəm, qara deyirəm. Lazer nişangahı dairəvi eləyin. Holoqrafik nişanı belə eləyin. Yan nişangahı da belə eləyin. 2x-i da, 3x-i da, effektlərdə də yaşıl eləyin. Bəli dostlar, sağ olun. Sizləri sevirəm. Kanala abunə olmayı, like atmayı unutmayın. Sağ olun.